Salam aleyküm əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki, yaxçısız, keyfiniz sazdır. Yenə də bir ayrı gün ömür oldu ki, kitabdan bir səfə oxuyaq, Allaha şükür. Kitabımızın adı Sümürgecinin portresi və sümürgələşdirənin portresi, yəni istemargərin rəsmi və istemar olunmuşun rəsmi, sümürgə, istemar. Sümürgəçilik istemar eləmək və sümürgə olunanlar da ki, sümürgələşdirilənlər, yəni müstəmirə olunmuş. 72-ci səhifədən başlayırıq. Səhifənin başlığı ortadadır. Yazıb ki, yurtsevər. Dostlar, yurt, mən bir dəfə də bunu təkrar edeyim, dostlar. Yurt ibarətdir vətəndən. Farsların dilində vətən sözünə anlam sərzəmin deyilir. Amma məsələn, millət sözünə mənaları yoxdur. Və onun üçün də deyirlər və taza bir sözdür. Yenə demişəm, illəti bu ki, fars dilində əsas mənalara, qavramlara söz yoxdur. İlləti budur ki, bu dil qondarma dildir, taza düzəlmə bir dildir, tərkibi bir dildir və hələ güclənməyibdir. Onun üçün bunun çoxlu, önəmli bir şeylərə mənası yoxdur. Buradan bilinir ki, çünki bir dənə dil əgər doğrudan dil olsa, bu gərək elə əvvəldən başladıqca yavaş-yavaş hər bir şeyə bir az da olsa sözcüyü, dağarcığı, söz dağarcığı az da olsa, amma lazımdır ki, məsələn, bəzi düşüncələrə mənası olsun. Bir dənə eşqə ki, iki insanın arasında rabitədir, ona bir mənası yoxdur. Mənası var, eşq mənası var, amma sözü yoxdur onu deməyə. Onlardan biri də bu yurt məsələsidir. Yurt bizim dilimizdə vətən deməkdir. Bu qədim sözdür. Millət də bizim dilimizdə el deməkdir. Hər halda, yurtsevər. Bu koşullar altında, üstdə dünənki dərsidə oxuduqlarımız bunun koşulları idi. Koşul şərait. Şərait ərəbcədir, koşul türkcə. Bu koşullar altında kolonialist, sümürgəçi, öz vazgeçməz ehtişam qaynağını, o vazgeçməz ehtişam, fikir edirəm ki, bilmirəm, türkcədir ya ərəbcədir, bunu bilmirəm. Ərz edeyim ki, ehtişam, yəni görkəmli, gözə çarpan, böyük, farsça başükuh deyirlər. Şükuh, əzəmət də ərəbcəsidir. Ehtişam qaynağını deyir ki, vazgeçməz, vazgeçmək, yəni sərfi nəzər eləmək, göz örtmək, görməmək, tutmağa imkan olsun. Deyir ki, o vazgeçə bilmədiyi ehtişamlı qaynağına, qaynaq gəlir mənbəyi, iş mənbəyi, ya o dedik, rəvani mənbə olar. İade-i etibar medalyasını kendi içində bulmayı ciddi umut etməz. Deyir ki, o vazgeçməz etibarını, ehtişam qaynağını, bir də iade-i etibarının qeydməsi. İadə ərəbcədir. İade-i etibar, yəni etibarının qeydərməsi. Elə bir nəfəri, məsələn, bir günaha suçlanır, günahlandırılır. Bu günahın qabağında cavab verməlidir və bir müddət işindən çıxır. Sonra deyirlər, yox, bu günahsızdır, onu qeydərirlər işinə. Ona deyirlər ki, bu günahsızdır. Deyir ki, bu da ocudur. Deyir, bu günahsızlığının qeydərməsinin medalyasının, medalya şeydir ki, salırlar boyunlarına, ya vururlar çiyinlərinə, döşlərinə. Ona deyir ki, medalya. Normalda dəmir bir şeydir. Çox yuxarıya getsə, qızıl dəmirdir. Yəni, mənim nəzərimcə dəmirdir, yəni qızıl. Rəngi sarıdır, bir də tün azdır, insanlar ona çox qiymət qoyublar. Amma əslində bir cür dəmirdir. Polad bir cür dəmirdir, o da bir cür dəmirdir, mis də bir cür dəmirdir, gümüş də bir cür dəmirdir, dəmirdirlər. İnsanlar nədən isə tarixdə dəmirləri özünə iftixar biliblər. Məsələn, xanımlar dəmirlə dolanmağı, qol, qışlarına, başlarına, gözlərinə dəmir aslamaqdan
bir gözəllik axtararlar, ya bir sərvət qaynağı özlərini görərlər, sərvətli görərlər. Məncə, məsələn, belə deyil. Mən çox bunları bilmirəm, niyə əhəmiyyət verməmişəm ömrümdə. Üzüsat da salmaram. Normalda saat da bağlamaram. Saat, bunu da indi doğum günümdə oğlumla gəlinim hədiyyə veribdi. Onlara utanmayayım deyə salıram. Yoxsa mənim bir 6-7 saat alıblar. Elə hər doğum ilin il başında elə görərsiniz ki, bir dana saat gələr mənə. Yəni, bəlkə mənim 10 dana saatım var. Hər əndazədə də saatım var. Yekə saatlar var, divar saatı da şeyəcəm. Amma yox, doğrudan desəm, sevmərəm salmağı. Çünki saat o zaman lazımdır ki, insan vaxtı istir bilsin. Ciddi iş bir yerə yetişməlidir, onun vaxtını bilməlidir. İndi də ki, telefonlar var da, bu telefonu alırsan, qoyursan cibivə hər şeydir. Yəni, saata ehtiyac yoxdur. Amma hər halda insanlar salırlar, deyirlər ki, gözəllik üçündür. Mən valla, yəni, biraz dəmirdən gözəllik inanmıram. Hər halda, deyir ki, bu adam medalyanı ciddi içində gözləməz ki, buna verələr bu işləri üçün, sümürgəçilik üçün. Çünki özü dünən dedi da, özü bu adam öz içində, dünən nə dedi? Dedi ki, kolonialist içdən içə suçunu itiraf edər. Özü bu suça inanır ki, mən suçluyam, mən sümürgəçiyəm. Bunu bir hər fars, hər bir dövlət işçisi, hər bir farsa işləyən bunu bilir. İndi deyir ki, bu adam içində, kəndi içində medalyanın bulmayı, bir dana medalya ala ona, bir dana medalya iftixar ala, deyir ki, bunu ciddi umud edəməz. Umud eləyə bilməz ki, ciddi buna bir medal versinlər. Kəndini bəyənmişliyindəki aşırılıq, deyir ki, bu özünü çox ifrati bəyənər. Bəyənmək, üstün görmək, sevmək. Kəndini bəyənmişliyindəki aşırıq ifrati kəndisi üçün çizdiyi fazlasıyla görkəmli portre, özü üçün çizdiyi, yəni çəkdiqdə cızmaq qərə də deyərik. Yəni, nəqqaşilikdir. Əlbəttə, biz zehnimizdə özümüzdən bir təsəvvürümüz vardır da, bir təsvirimiz var, bir özümüzü bir cür düşünürük. Bu, orada deyil. Kəndi bəyənmişliyindəki aşırılıq, ha belə kəndisi üçün öz beynində çizdiyi görkəmli, fazlasıyla yəni çox görkəmli bir portre, təsvir ona hizmət etməkdən çox ihanət edər. Deyir, bu təsvir ki, düzəldibdir, o medalya ki, gözdür buna versinlər, ona çox əvəzin ki, ona xidmət eləyə, ondan çox buna ihanət edər. Çünki hey deyər ki, mənim ləyaqətim çoxdur, bunlar mənə şey vermirlər, medal vermirlər. Niyə medal vermirləri də sormalıdır? Çünki mən sümürgəçiyəm. Mənim qədrimi bilmirlər. Niyə? Çünki mən sümürgəçiyəm. Aslında əş zamanlı, əş sözü dostlar, ikilik anlamındadır. Musavi. Musavi. Əş musavi deyirlər. Yəni, ya farsçıya çevir, ərəbcəyə çevirsək, onlar musavi. Musavinin farsçada mənası bərabərdir. Bərabər. Bəli, oxuyuram ki, təsəllütüm olsun, Babək bəy. Zaten bu kitabları özüm də əvvəl hər cələsə də deyərəm. Kitabları oxuram ki, türkçəyi oxumağı başarım. Çox sağ olun, bəli. Bunu eləyəm, əvvəldən demişəm. Mən türk oxumaqda bizim beynimiz, mənim beynim, dostların da bir çoxunun beyni, o qədər yıxanıb ki, biz türkçü kitab oxumamışıq. Türk düşüncəsi ilə başarmırıq. Oxuyanda zıqqıltıya düşürük. İndi də onu siz görürsünüz. Heç utanmıram mən bundan. Mən buradan utanırdım ki, niyə başlamıram? İndi başlamışam, oxuram və bundan utanmıram ki, çalışıram ki, yaxşı öyrəşəm. Ona hizmət etməkdən çox ihanət edər. Pəs özünün zehnində, özündən olan təsəvvürü və o intizar ki, çəkir, buna bir medalya versinlər, o neynər? Bu adama xidmət eləmək yerinə zərər verər. İhanət edər. İhanət kəlməsi ərəbcədir. Məsələn, deyək ki, aşağılar. Tohin. Tohin də elə ihanət sözündən gəlir.
Aslında əş zamanlı. Əş zamanlı dedik ki, bərabər, musavi, eyni zamanda. Əş zamanlı yəni eyni zamanda. Aslında əş zamanlı olaraq daima kəndi dışına hitap etmiştir. Deyir ki, əş zamanlı yəni həmişə, beləsi deyək. Daima, buradan çıxır, oradan. Əş zamanlı, hər zamanda, ya zamanda desək, ya şeydə, ondan bir, yəni o ihanəti hiss edərkən, o təsviri özündən yaradarkən, o zaman, əks zaman ondan olur. Əks zamanlı olaraq daima, həmişə, Türkçədə buna daimaya, daim ərəbcə sözdür. Türkçəsi həb. Həmişə biz deyirik, fars deyişi kimi deyirik. Daima kəndini dışına hitap edər. Kəndi dışına, yəni özünün baxışına, görükünə deyər ki, etmişdir, hitap etmişdir, beləsi demişdir. Xitap sözündəndir, türkləşib olubdur hitap. Bəli, bilirəm. Bu son sığınağı metropolda arar. Deyir ki, özü-özünə deyər ki, bu, yəni mən aynada baxırıq, elə ona deyirik da. Bu adam ki, aynada görürəm, güzgüdə görürəm. Bu adam son yerin, son sığınaq. Sığınaq dedik, bir yerdir ki, orası siz pənahəndə olursunuz. Əslində, sığınağın farsçası pənahəndədir. Sığınırsınız, o yerə ki, sığınacaqsınız, ora metropoldur, yəni istemarın mərkəzidir. Farsların mərkəzidir. İran dilini desək. Ana yurdu gerçəkdən də iki ön koşulu bir ana yurdu gerçəkdən də iki ön koşulu bir araya gətirməlidir. Deyir ki, ana yurdu gerçəkdən, yəni vaqiiyyətdə, həqiqətdə ya kökündə iki koşulu, ön koşulu, yəni o ön qabaq, öncə, piş farsça. Koşulu, yəni ehtiyac olan bir şey. O şey ki, ön görünür, ön ehtiyac görünür. Yəni, öncədən biz deyirik ki, bu lazımdır. O pişbini də, farsça deyirlər pişbini olunan. Ön koşulu bir araya gətirməlidir. Deyir ki, əvvəlcə bu ön koşulları, ön lazım olan piş şərtləri bir araya gətirməli, yəni bir yerdə toplamalıdır. Şəraitə əvvəl hazır olmalıdır. Birincisi, bu metropolitana aid olduğu evrənə, kəndisinin də əgər ayrıcalıq payəsinin kendisinə verilməsini istiyorsa bizzat katılmalıdır. Deyir ki, birinci şərtlərin biri nədir? Budur. Birinci şərt. Bu metropolana aid, istimar mərkəzinə aid olan, metropol dedik ki, yəni böyük şəhərdir əslində. Məsələn, Təbriz bir metropoldur. Nə cür? Bir dana Təbriz var. Bir dana onun dövrəsində 10-15 dana şəhrək düzəldiblər ki, bu şəhrəklər hər şeyə bağlıdırlar Təbrizə. Bu olur metropol. İndi istimarda metropol, bu bəhsidə ki, bunun özünün bir özəl lüğətləri var, sözləri var. Metropol, yəni istimarın mərkəzi, sümürgəçiliyin mərkəzi. Ki, oradan o birisi məmləkətləri, bunun qırağında olan, buna farsça deyirlər ki, mərkəz Piramun. Metropol bir international sözdür bu sahədə. İstimar müstəmirə bəhsində metropol işarə olur. İstimar eləyən millətə və toprağına, ana topraqlarına və onlar işğal elədiyi torpaqlar da olur onların dövrələrində olanlar. Bu metropolana aid olduğu evrən. Evrən əslində kəhkəşanlar, dünya, kainat. Amma indi metropolun evrəni nədir dostlar? Dedik, Piramun farsça deyilir. Dedim, Təbriz və Təbrizin dövrətdə şəhrəklər. O evrən olur o şəhrəklər. O şeylər elə bilin beləsi olur. Günün dövrəsində neçə dana səyyarə, gəzəyən, türkçəsi gəzəyəndir. Səyyarə ərəbcə sözdür. Farsların anlamı yoxdur səyyarəyə. Türkçəsi gəzəyən.
günün dövrəsinə neçə dana gəzəyən fırlanır, dolanır. Əlbəttə, əslində dolanmırlar, gedirlər bir-birində, amma o cür görürük biz. Deyir ki, indi bu metropolun da dövrəsindəki, o evrən dövrəsindəki, çevrəsindəki kəndisinin də, ha belə özününkü də ayrıcalıq payəsinin kəndisinə ayrıcalıq, dedik, təbiz, seçqilıq, ayrıcalıq, bir fərqli olmaq. Payəsinin, payə binövrəsinin kəndisine verilməsini istiyorsa, əgər belə bir şey istiyor, özünə istir ki, kəndisine bir şey istir ki, necə metropolu ait bir şeyler var, deyir, özünə də əgər bunları istərsə, özünü də payə qoyur ona, əsas qoyur, ona kəndisine verilməsini istiyorsa, bizzat katılmalı, deyir, onun özünə şəxsən, bizzat ərəbcə sözdür, yəni şəxsən, canı ilə qatılmalıdır ona. İkinci şərt nədir? İkincisi, bu evrənin, dedik ki, evrən nədir da? Bilidir, bu evrən ki, həm müstəmirənin dövrəsində, həm bu adamın dövrəsində. Yəni, bu adam da fərz buyurun ki, bir şəhərdə ustandardır. O ustanın ətrafında, ustanın olduğu şəhərdə, hər yerdə ki, ustandar vardır. Onun ətrafında kətlər, şəhərlər var. İkincisi, bu evrənin sümürgələşdirilənə, ondan asla yararlanmayacağı kadar yabancı olması gərəklidir. Mən fikir edirəm ki, gərəklidir yazıydı, amma gərəklidir. Gərəklidir, beləsi yazılır. Gözəldir, bu da elə gözəldir. İkincisi budur ki, bu evrənin, bunun dövrəsində olanın sümürgələşdirilənə, yəni İranda türklərə ki, sümürgə olublar farslara olaraq, ondan əsla yararlanmayacaq. Bir ondan əbəda, əsla ərəbcədir, əbəd də ərəbcədir. Yararlanma, yəni bir yararlanmaq var, zəxmişədən farsça, bir də yararlanmaq, yəni ondan faydalanmaq. Fayda sözü ərəbcədir, onun türkçəsidir. Fikirlə farsçası suddur. Yararlanmayacağı kadar yabancı olması. Bir o qədər bu yabancıdır, biganədir sümürgələşdirilənlərə ki, ondan fayda belə almaq qədər gərəktirdiyi. Deyir, bu o qədər yabancı olmağı əsasən bu eləyə bilməz sümürgələrdən, bu qədər sümürgələşdirilənlərdən bu qədər şey alsın, fayda alsın, yarar alsın. Yəni, bu da o. Bu ikinci şərt budur ki, yəni bunlara, bu sümürgələşdirilənləri də öz yanına çəkər. Çünki onun ətrafındakı o sümürgədir da, bunun evrəni o sümürgəli olanlardır. Bu iki kuşul da möcüzəvi bir şəkildə kəndi ana yurdunda bir aradadır. Deyir ki, bu ikisi də, yəni iki şərtilərin ikisi də, bu iki kuşul da, şərtilər də möcüzəvi bir şəkildə, möcüzə əziz dostlar, yəni qeyri-təbii, doğalda olmayan bir şey. Olar, bu hər zaman ittifaq düşər. Biz bunlara, əgər bizim nəfimizə olsa, möcüzənin ben bir dəfə bir ayrı kitab oxuyunda demişəm, bir dəfə də burada deyim. Dostlar, möcüzə inanca bağlıdır. Yəni, əgər mən bir şeyə inanırsam, mən o işi görürsəm, buna möcüzə deyərilir. Amma əgər ayrısı bu işi görsə, mən onu mümkün olsam, onda ona cadu deyirlər, cadu cəmbəl. İndi Qurana baxırıq, görürük ki, Həzrəti Musa ilə Fironun adamları üzbəyüz gəliblər. Hər ikisi də istəyirlər bir iş görərlər, xariqul adidə, möcüzə görsədələr. Çün Musa özün haqq bilir, əsasın çəliyin atır yerə, çəlik ilan olur. O birilər də çəliklərini atırlar yerə, ya iplərini atırlar yerə, o da ilan olur. Allah onlara, Qur'an onlara möcüzə demir, çünki onları rəsmiyyətə tanımır. Musa'nınkı da möcüzə deyir.
Niye onlar möcüzə? Onlar da bir dənə ipi, bir dənə ağaca atdılar, yerdə oldu ilan. Bir Musa da atdı, yerdə oldu ilan. Niyə biz buna möcüzə deyirik, ona möcüzə demirik? Çünki bu bizim nəfimizə olanı biz sevərik. Möcüzə deyirik. Möcüzə o şeylər ki, normalda olmaz. Məsələn, indi bir dənə təbiətdən misal vursaq. Əgər birdən məsələn, bir dənə yumurtadan 2 dənə ya 5 dənə sarı çıxa. Sarı yumurtanın o sarısı çıxa. Biz bunu möcüzə bilərik. Çünki təbiətdə normalda bir dana çıxmalıdır. 3 dana, 5 dana çıxmamalıdır. Ya məsələn, bir dana heyvanın başı 3 dana olsa, biz bunu möcüzə kimi bir şey bilirik. Ətibdir. Çünki bir dana olmaz. Amma indi Allah görsətməsin, hamımızın canınızdan uzaq eləsin. Bir xəstəlik tutaq ki, bu bizi yıxa. Burada Nayrahan da olduq. Bunu möcüzə görmərək. Bu da xariqülədədir. Çox xariqülədədir. Bədəndə bir ittifaq düşübdür. Bir şeylər inkişaf eləyibdir. Biz onu təbii görmürük. Çünki biz normalda o cür olmamalıyıq. Bu da bir möcüzədir. Amma çünki biz onu rəsmiyyətə tanımırıq, pis bilirik, onu möcüzə demirik. O kimin möcüzəsidir? O sillolların möcüzəsidir. O mutasyonun möcüzəsidir. O təbiətin möcüzəsidir. Amma bizim mənfəətimiz olmadığı üçün biz onu qəbul eləmirik. İndi məsələn bir ittifaq düşər ki, o mərizçiliyimiz yox ola. Çünki bizim nəfimizədir, möcüzədir. Faydadır. Bəs dostlar, bilirsiniz, istədim bunu deyəm ki, hər şey üst-üstə insanların baxışına bağlıdır. Tamam. İkincisini də oxuduq, gəldik bura. Bu iki koşulda möcüzəvi bir şəkildə kəndi ana yurduna bir aradadır. Ana yurdunda bir aradadır. Deyir, bu iki şey ki saydıq, koşullar, şərtlər, möcüzəvi, qeyri-adi, normal olmayan bir şəraitdə, şəkildə öz yurduna, istemarçının ana yurduna, yəni metropola aid ya kəndi ana yurduna bir aradadır. O yurdundan bir yerdədir. Bu adam ondan bir dedi. Bu ikisi o cürsü olmalıdır. Çünki dedik metropol əslidir, evrənlər onun fər'idir də, oradan gəlir. Mənfəətsizad oradan gəlir. Deyir ki, bu da eyni onun ana yurdu kimidir. İndi görək bunu nə cür açıqlar. Dolayısıyla ana yurdunun nitəliklərinə diqqət çəkəcəkdir. Deyir ki, doğrusunu desək budur ki, dolayısıyla qeyri-müstəqim desək, qeyri-müstəqim ərəbcədir, türkçəsi dolayısıyla. Ana yurdunun nitəliyinə, aydınlığına, bəlliliyinə, müşəxxəsliyinə çox aydın dedik da, aydınlığına diqqət çəkəcəkdir. Diqqət ərəbcə sözdür. Onu daimən fikrində, ruhunda, düşüncəsində görəcəkdir. Tamam. Göklərə çıxaracaq. Ana yurdunu göylərə çıxadacaq. Yəni, çox iqraq eləyəcək, çox bunu tərif eləyəcək, təmcid eləyəcək. Dünənləri buna bir gözəl söz demişdi. Əgər tapa bilsəm, övəcək. Ana yurdunu övəcək, yəni sitayiş eləyəcəkdir, göylərə aparacaqdır. Dedi ki, göklərə çıxaracaq, ana yurdunu göklərə çıxadacaq, abartacaq. Abartmaq ifrat sözünün şişirtmaqdan gəlir. Qabartmaq sözüdür. Bizdə qabartmaq deyirik. Türkiyədə abartmaq deyirlər. Qabar bilirsiniz, məsələn, əlimizdə bir şey olur, şişir. Farsça tavəl deyirlər. O abartmaq. Aşırı sözünün bir ayrı anlamıdır. Çox cismidir. Aşırıda çox rəftar, davranış və düşüncədir. Qabarmaqda çox, ya abarmaqda çox fiziksəldir. Cismidir, maddidir. Maddi, gərək bunu baxam ki, türkçəsi nədir maddi sözünün? Qoy nələ indi baxım da, görməkə deyə bilsəm. Çünki bu mənim özümə bir calib bir şey gəldi ki, türkçədə bunun türkçəsi var ya yox. Şey bilirik, ərəbcədir, işlənir, amma şey o anlamda deyil. Mən bunu əgər yerini dəyişdirsəm,
Həzrəti Google-də normalda bu işi soruşuruq ki, ya Google cadu elə və bizə decinən ki, fiziksel yazıbdı türkçəsini, amma fiziksel o anlam ki, mən ərz edirdim, o deyil. Çünki bu da latindən gəlmədi. Bəlkə bir ayrı dikşineriyə, sözlüyə baxsaq buna məna taparıq ki, bu maddi nə deməkdir fizikseldən əlavə. Pəs dedi ki, çox qabaracaqdır, abardacaqdır, kəndinə özgü gələnəklərini özünə aid, özgü özünə aid ərəbcə sözdür, özünün var olan gələnəklərin, yəni tarixdən bir gələnək dedik ki, nədir? Ürfüdür. Özünün ürflərin, yəni o şey ki, toplumda raizdir, amma qanunda yoxdur. Qanun da ola bilər sonralar, amma toplumda raizdir. Deyir ki, kəndinin özgü dedik, əsaləti olan gələnəkləri, özgü əsalət, kökü olan tarixdə, buna görə deyir ki, özgü gələnəkləri, çünki gələnəkin kökü dayanır tarixə, tarixdən gəlir. Yüzlər, minlər il bunun şeyi var. Kültürel özgünlüyünü, özgü ki üstə dedi, onu indi özgünlük feilə çevirdi, ya sifətə çevirdi. Mən bunları da çox bilmirəm, ona görə. Kültürel də dedik ki, farsıda fərhəng. Fərhəng o şeydir ki, fərhənglə təməddünün, mədəniyyətin fərqi nədir dostlar? Geçmiş kitabda bunu oxumuşuq, onu bir də burada xülasə deyim. Fərhəng o şeydir ki, onun yaradılmasında və idarə olmasında adamların rolu, fərdin ya qrupun rolu yoxdur. Məsələn, ehtiram, böyüklərə ehtiram. Bu, heç kəs bunun sahibi deyil. Qadınlara, ağbersəklərə, uşaqlara hörmət eləmək, onları qorumaq. Qanunda da bu məsələn ola bilər olsun, ola bilər olmasın. Amma yüzlər il bu gəlib bizə. Yaşlılara hörmət. Özümüzdən böyüyə hörmət çox. Hamıya hörmət, özümüzdən böyüyə daha çox. Bu nədir? Bunu heç kəs düzəltməyib, yəni bir nəfər bunu düzəldən deyil və bunu aparan deyil. Amma məsələn, mədəniyyət nədir? O şeydir ki, bir nəfər bunu düzəldir və onu müdiriyyət edir. Məsələn, mənim nəzərimdə, mənim baxışımda, burada yazmayayım onu. Yəni, o kitab ki yazırdıq, orada da mən nəqdimi o kitaba demişəm. Din Həzrəti Məhəmmədin əli ilə düzəlir və onun özü ilə müdiriyyət olur. Məncə bu mədəniyyətdir. Amma bir zamandan sonra bu gəlir toplumlarda kültür olur. Yəni, çevrilir, Türkçəsi bunun gözəl bir sözdür. Mütəəssifانə indi yadıma gəlmir bunun. Has kimi bir şeydir. Hər halda. Bu nə cür olur dostlar? Bu cür olur. Gör ki, deyirlər bir İslam var, ya bir Məsihiyyət var, ya bir Yahudiyyət var, ya bir Zərtüşlük var, ya bir komünistlik var. Amma gedirik, görürük ki, bu İslam 55 dənə məmləkətdə müsəlmanlar yaşırlar. 55 dənə məmləkətdə 55 cürə müsəlman var. Müsəlmanlıq var, beləsi deyək. Bəs burada İslam nə olubdur? İslam bir şey deyil. İslam mədəniyyətə gəlir kültürə. Yəni, hər millətin içində o millətin rəngini alıb İslam. Buna deyirik, pəs beləsi deyək. O şeylər ki, insanlar düzəldirlər və onu müdiriyyət edirlər, onun adı mədəniyyətdir. O şeylər ki, düzəldəni yoxdur, ya bəlli deyil və idarə də olmur, müdiriyyət də olmur, o da kültürdür. İndi İranda vəzir fərhəng və irşad İslami qoyublar. Əcəba bu onu kültürü idarə eləyə bilirmi? Yarada bilirmi? Yox. Hətta görürük ki, burada Fərhəngistan Zəban və Ədəbi Farsi düzəldiblər. Farsiyyət lüğət düzəlsin. Hətta o düzəltdiyi lüğətlər işlədilmir. Çünki niyə? Bir nəfər istir onu yaratsın, yaradıcısı var və bir nəfər istir onu müdiriyyət eləsin. Pəs fərhəng ilə kültürün fərqini bilirik. O şey, biz bəzən istirlər insanlar kültürü yaradalar zoruna. Olmur.
Məsələn, dedik, Fərhəngistan Zəban və Ədəbi Farsi kültür yaratmaq istəyir, olmur. Fərqi buradadır. Mədəniyyətlə kültürün fərqin orada dedik bəs. Deyir ki, kültürel özgünlüyünü kültürel hər millətin ya o istemarçının özünün kültürünün əsalətliyini, əsilliyini, kökünü tamam vurğulayacaqdır. Deyir, daimən bu deyəcək ki, mənim fərhəngim, mənim filanım. Məsələn, bu Fransəlilər olar ki, Fransa məşrubu bir ayrı məşrubdur. Niyə? Çünki o istəyir onun üstə. Fransa məsələn filan. Bunlar hamısı o şeydir. Böyləcə aynı zamanda da bu rəfah içindəki rəfah içindəki dünya ilə kəndi bağını ana yurduyla doğal bağı kurmuş olur. Deyir ki, beləcə, yəni bu işləri görəndə ki, belə özün sümürcədədir, bu vətənində deyil ki, gəlibdir bu Azərbaycanda, Qəşqayistanda, Türkmən səhrada dövlətə işdir. Öz yurdu deyil, öz milləti deyil. Bu, bilir ki, burası sümürcədir və mən bunlardan deyiləm, bunlar da məndən deyil. Onun üçün öz toprağın, öz vətənin, öz kültürün həmişə göylərə aparar. Deyir ki, beləliklə, yəni bu iğraqlarla belə özünün qərranmaqlığı ilə eyni zamanda bu rəfah içindəki, özaq indi burada rəfahdadır, bu rəfah içindəki dünya ilə kəndini bağlar. Həm deyir ki, buradakı sümürcədəki rifahla, burada pul qazanır, əlinə gətirir, rüşvət alır, filan alır, oradan rifahla hüququ çoxdur, filanı çoxdur, hər şey ucuzluqdur, bunları dünən dedi. Özün bunlarla kəndini, bununla bağını bağlır buna, kəndi bağını bura bağlır, bu dünya ilə həm də ana yurdula doğal təbii, orada bir doğmaq bir bağı vardır. Doğu ilə də doğmaq bir sözdən gəlir. Əslində doğa, yəni təbiət bizi doğubdur. Yenə də bizi nənəmiz doğanda, nənəmiz təbiətin bir parçasıdır, doğanın bir parçası və bizi doğur. Ona görə doğa ilə doğa bir kökdəndirlər. Deyir ki, doğa bağı korumuş olur. Deyir, beləliklə öz vətəni ilə də bir o bağı ki vardı, ilgisi, bağ ilgi. Bizdə çox yaxçıdır bağ, şeydən yaxçıdır, bu ilgidən, nə bilim, rabitədən çox yaxçıdır. O bağ ki bizi bağlır ora, yəni o sümürcəsini bağlır vətəninə, deyir, o fikrindəki, ondan danışmaqla bağlanır. Tamam. Aynı şəkildə sümürcə insanının bu dünyanın görkəmini paylaşmasının olanaqsızlığından həm baxtsız, həm də aşağılıq olan kökdən heterojenliyindən də əmindir. Deyir ki, həm də eyni zamanda, həm də buna inanır ki, aynı şəkildə eyni elə o duruma tay ki, o sümürcə özrüdür. Sümürcə insanının bizlər də bu dünyanın görkəmini, bu dünyanın o, yəni bu yaşadığımız dünyanın görülməsi falan, yəni bəlkə də istemarçının. Sümürcə olacaq da istemargər, əlbəttə iştibah elədim. Sümürcəçiyə tay. Ya sümürcə olur istemar fiş, düşüncəsi. İnsanının bu dünyanın görkəmi paylaşımının o şükuh, əzəmət, görkəmli. Üstə nə dedi buna? Dedi ki, ihtişam. Fikirəm ihtişam türkçə olacaqdır. Heşmət də bundan gəlir. Ehtişamlı. Bizdə yaygındır, heşmət, ehtişam. Bunlar bizdə yaygındır bu sözlər. Bilmirəm ki, farscadır, yoxsa türkçədir. Aynı şəkildə sümürcə insanının bu dünyanın görkəmini paylaşmasının olanaqsızlığından deyir ki, bu imkanpəzir deyil. Qeyri-imkanpəzir.
qeyri-mümkün. O olanaqsızlığı bu, yəni qeyri-mümkün olanaqsızlığından bir bunun mümkün olmadığından bunu paylaşa bilməz sümürgəçi. Həm baxtsız özün bəxtisiz, bəxt sözü olubdur, türkləşibdir, olub bəxt. Fikirlərim ki, farsdan gəlibdir bəxt sözü. Həm aşağılıq, həm də ki, aşağı, təhqir, pəst olan kökdən, kök rişə, kökdən, heterogenliyindən əmindir. Bu deyir ki, bu hər halda istimarla müstəmirə heterogendirlər. Heterogen latincə sözdür, türkcə deyil. Bir-birinə bənzəməyən. Bir-birinə bənzəməyən bir vəziyyətdirlər. Bəs sümürgə insanı ilə sümürgəçilərin dünyaları bir-birinə bənzəməz. Baxtısız özünü hiss elər. Sümürgə insanı, yəni müstəmirə insanları özlərin baxtısız hiss elərlər və üstəlik kolonialist deyir, üstəlik yəni artıq əlavə. Kolonialist bu seçimdən, bu seçmək haqqından, yəni bu seçimdən, bu lütufdan, bu lütfdən, iltifatdan seçmək bir şeydir ki, biz seçirik bir şeyi. Normalda məsələn, oğlanlara bu haqq verilibdir, qızları seçələr. Qızlara bu haqq verməyib, oğlanları seçələr. Qızlara bir dənə ayrı haqq verilibdir, o da lütufdur. Yəni, lütf elər, o istədiyi elçi ilə evlənər ya evlənməz. Ona da o haqqı verir. Mütəəssifanə düz deyil, ha. Yəni, bu çox bir yanlış bir şeydir. Amma istədim bu cür görsədəm anlamı ki, seçim ilə lütfün mənası nədir? İndi kişilərin haqqı var, seçimləri var, xanımların lütf haqqı da yoxdur. Çünki dədə, nənə, bacı, qardaş, dayı, əmi, o, bu, gələrlər, sən gələ ondan evlənəsən. Ya onu ki, özün göylün istir, ondan evlənməyəsən. Burada lütf zat yoxdur da, o şeydir. Amma mən misal üçün istədim onu. Hər gün kar sağlamaq da istər. Deyir ki, ya seçim, ya da lütf üzü ilə hər gün kar dedik mənfəət, saxlamaq istər. Sağlamaq, yəni saxlamaq, ayaq üstə tutmaq istər. Ərz eləyim ki, dedi, gəldik bura. Kəndisini ulusal topluluğun ən bilincili mənsubundan bilir biri. Deyir ki, özünü, o istemarçı, özünü ulusal, milli, ulusal topluluğun, demişik ki, bir toplum var, bir topluluq var. Toplum, dostlar, o yerdir ki, orada insanların deyək ki, bir qandan, bir nəcatdan, bir dildəndirlər. Hətta bir dindəndirlər. O zaman ki, bir yerdə, bir şəhərdə, Tehran məsələn, türklər var, ərəblər var, farslar var, kürdlər var, rollar var, bəluşlar var, ermənilər var, şiələr var, sünnilər var, yəhudilər var, bəhailər var. Bunlar hərəsi bir millətdir. Oradakı yaşıllar, bura topluluqdur, toplumlar topluluğu. İndi bir dana məsələn deyək timdir, orada 11 nəfər hərəsi bir millətdən seçsək, o da olar topluluq. Bir toplum da özü timdir, amma topluluqdan bireylər toplumudur. Toplum deyil, doğal toplum deyil. Doğal toplumudur ki, məsələn, hamı türk olsun. Kəndini ulusal topluluğun, bir milli topluluğun ən bilincili, ən savadlı bilgin. Bilinç savad deyil, dostlar. Bilinç savadla fərqi var. Savad budur ki, siz gedirsiniz, kitablarda bir şey oxursunuz. Sizə bir şey beyninizə soxurlar. Savad bu deyil. Yəni, brainwash olursunuz. Əslində, savad brainwash olmaqdır. Çünki bir şeyləri sizin zehninizə soxurlar və bunu qəbul etdirirlər elm adına. Bilinç nədir? Bilinç təcrübəyə dayanar, oxumağa dayanar, intiqada dayanar və ağıl gücünün brainwash olmayanlarda olar bu. Onlar ki, brainwash olublar, beyinləri yıxanıbdır, onlarda ağıl gücü yoxdur.
Ağıl gücü mütəəssifən. Çünki ağıl gücü nədir dostlar? Ağıl gücü budur. O şey ki biz beynimizdə olur. Hardan bunları qazanırıq? Toplumdan, dədəmizdən, nənəmizdən, famililərdən, yoldaşlardan, dostlardan, gəl, get, özgədən, bundan, oradan, buradan, bunlardan. Bir də oxuduqlarımızdan, ruznamələr, kitablar, məcəllələr, hər nə ki oxuruq, web saytda, orada, burada, bunlardan. Bir də adamları görüb danışmaqdan müsafirət edirik ayrı bir yerlərə. Bu da görmək, danışmaqdır, eşitməkdir. Buradan. Bir də mədrəsədə dedik, bizim beynimizi yıxırlar. Mədrəsədə danışıqda. Ondan sonra bir də buradan bir şey olur. Biz bunları qoyuruq bir-birinin dibinə, bir dənə ayrı bir şey çıxadırıq ki, bunlarda ölçəşməmişdik. Özümüz yaradırıq. Buna nə deyirlər? Buna deyirlər ağıl. Ağıl buradır. Yoxsa qalanı hafizədir. Qalanısı memori deyirlər bu cürlər. Kompüterin hafizəsidir. Veribsən ora bir şey düzəldir. Əlbəttə deyirlər ki, bu indi Google-in bir dana mühəndisini eşiyə saldılar. Bu mühəndis deyibdir ki, biz kompüter düzəltdik. Bunun ağlı 7 yaşında uşaqcandır. Danışır. Yəni özü kəlmə, cümlə qurur. Da biz öyrətmirik. Özü yeni cümlələr qurur. Özü bizlə ehsas göstərir. Səni sevirəm. Səndən acığım gəlir. Məndən bilirəm. Deyir, hətta buna əl vuranda deyirdi ki, mənim filan şeyimi dəyişdirməyin. Yəni bu adam mənə icazə alın, əlizi. Elə bir ki, məsələn biz indi mütəəssifانه İranda biz bunu öyrətmirik. Öyrətmirdilər. İndi bəlkə də dənələr cavan nəsil öyrədə. Məsələn, uşağın heç kəsin haqqı yoxdur. Heç kəsin. Dədənin də haqqı yoxdur. Uşağı, qız ya oğlan fərq eləməz. Onun dalısına ya qabağına biz farsça, türkçə öyrət deyirik buna. Bunun o məhrəm yerlərinə əl vurmağa heç kəsin haqqı yoxdur nənədən sonra. Yaxçı. Nənədən sonra dədənin, bacının, qardaşın, onun, bunun haqqı yoxdur. Uşağın yanına oğlanın ya qızın fərq eləməz. Dalısına, qabağına əl vursun. Bunu nəyə gətirirdim? Zehnim uçlu getdi dostlar. Bilmədim ki, bunu nəyə gətirirdim? Bilgiyə. Bu bilgiyə görə gətirirdim. İndi bu bilgi verilir insanlara. Bu bilgi verilir ki, uşaqlarınızı bu cüzü qoruyun. Qoymayın əl vursun. Uşaq indi bir ayrı adam buna əl vuranda, ya məsələn Kanadada öyrədirlər ki, hər kəs sənə bir şey verirsə, alma və qışqır kömək istə. İndi məsələn mənim qonşum var burada, düz evimin qapısını açanda onun qapısında 1 metr yarım aramız var. Onun 3 dənə ya 4 dənə uşağı var, indi 13-14 yaşlarından çıxıblar. Biz gələndən elə bura, onlar biz gələndən sonra doğulublar, evləniblər əslən, biz gələndən sonra evləniblər, uşaqlar olubdur, yekəliblər, indi maşallah geliblər, bu yekə ada olubdur özlərinə. Amma biz onlara cəsarət eləmərik ki, deyək, məsələn, meyvə almışıq, gəlmişik ki, bu meyvədən bir dənə ye. Niyə? Deyərlər ki, sənin bu uşaq sənə etimad niyə istəyirsən eləsin? İndi bilinç bunlardan gəlir. Ağıl bu hafizədir. Deyir o kompüter, bunu istirdim deyəm. O kompüter dəqiqən 7 yaşında uşaqdır ki, öyrəşibdir ki, mənim filan yerimə əl vurmayacaqsınız. İstəyib əl vursun, deyibdir ki, elə bir uşağı vaksən vurursan. Deyib ki, yox, əl vurma. Əl istəmirəm, mənə vurma. Ki, bu mühəndisi salıblar eşiyə, çünki insanlar bəhq qorxurlar ki, bilmirəm niyə. İnsanlar qorxurlar ki, kompüterlər bir zaman bunları keçə öldürər. Bundan qorxurlar. Özümüzü öldürürük, ondan qorxmuruq. Hər halda, istədim buranı gələm, deyəm ki, nə oldu? Deyir ki, özünü topluluqların ən önəmli, ən mühüm bilgisi bilər. Bilgi sahibi. Dedik ki, bilgi savad deyil. Mənsubu bilər. Mənsubu, yəni ona bağlı. Mənsub özü nəsb olmaqdandır. Biz bir dana tablo vururuq divara. Bu bayrağı vururuq divara. Bunu nəsb edirik ora, qoyuruq ora. Mənsub, məsələn, mən özümü türkə mənsub bilirəm. Mən türkə bağlıyam. Türkə bağlıyam. Qısacası ən iyilərindən biri olaraq sunar. Deyir ki, qıssasını desaq, qıssacası yəni qıssa, qutah farsça desaq, ən iyilərindən, öz millətinin ən iyilərindən biri bilər özün.
sunar, təqdim elər, görsədər. Çünki o minnətdardır. Çünki o öz vətəninə, öz millətinə minnətdardır. Minnət çəkər. Və sadiqdir. Ha belə öz millətinə sadiqdir. Sadiq ərəbcə sözdür. Düzdür. Düz danışandır, düz rəftar eləyəndir, ayrı. Yalancı deyil. Oğru deyil millətinə. İkiyüzlü deyil millətinə. Mutluluqları sevincilər. Mutlu sevincin ayrı bir türkçəsidir. Əsla təhdid altında olmayan ana yurtdakı yurtdaşları ilə qiyaslandığında kökəninə nələr borclu olduğunu bilir. Deyir ki, mutluluğu əsla təhdid bilməz. Sevinci, məsələn, bizlər mütəəssifanə belə yox. Biraz çox gülsaq, yaxud gülməyin zərəlini çəkəcəyik. Bu, bizdə bir inanc yaradıblar mütəəssifanə. Gülməyin, niyə? Beləsi bir şey olublar. O halda ki, mutluluğu, şadlığı, sevinci özümüzə. Baxın dostlar, mutluluq nədir? Mutluluq əvvələn hər sinirdə fərq edir. İnsanların durumuna bağlıdır. Bir dana uşağa deyir ki, mənə bir dana filan şey al. Onu alırsın, o mutlu olur. O şey ki, o yaşır. Tək gülüş deyil ha. İçində bir duyğular yaşır. Onlar ki, onu aldılar, onlara bir duyğu yaşır. Bu, o mutluluqdur. Bir nəfər birini sevir. Ondan evlənir. Orada bir mutluluq yaşır. Bir nəfər birini sevir, amma evlənə bilmir. Bir mutlusuzluq yaşır. O tək içində deyil ha. O, həm onun içindədir, həm də o ətrafda, çevrədədir. Bilirsiniz? Məsələn, bir dana adam ki, vətən yolunda savaşır və şəhid olur. Onu bir mutluluq bilir. Ölümdür, ölür ki, amma deyir ki, vətən yolunda olsa mutluluqdur. Baxın, istəyirəm deyəm ki, fərq elər. Mutlu demək, mutluluğun anlamı insanların düşüncəsinə bağlıdır, istəyinə bağlıdır, ürəklərinə bağlıdır. Bir şeydən ki, siz xoş olursunuz, rahat olursunuz, onun yolunda fədakarlıq. Məsələn, baxın, pul xərcləmək çox zordur, hamıya. Amma məsələn, görürsən ki, bir dana adam cibində 100 tüməni var, 100.000 tüməni var, hər nə qədər. Onunla, məsələn, 2 gün yaşayacaq. Amma görür, bir nəfərin ehtiyacı var. Heç kəs bilmədən, heç kəsə göstərmədən, fil çəkmədən, əhs salıb ora-bura qoymadan bunu paylaşır. Bu pulunun, məsələn, deyək ki, 10.000 tüməni, 50.000 tüməni, 90.000 tüməni verir o adama, deyir ki, bu məndən çox. Bundan bir içərisində bir rahatlıq, 2 gün mümkündür pis keçinə, amma bir rahatlıq alır. Ona deyirlər mutluluq. Yəni, siz bir acılıqlara belə dözürsünüz, amma bir mutluluq hiss edirsiniz. Uşağınız sizinlə bəzən söyüş verir, bəzən elə olur, bəzən belə olur. Amma siz əsəbaniliyiniz keçənəsə uşağı bağışlayırsınız, onun olmağına sevinirsiniz. Mərizdəsə dalısıcan gedirsiniz, pul xərcləyirsiniz, döktür aparırsınız, dərman aparırsınız. Məsələn, Allah göstərməsin, ürəyi, böyrəyi mərizli deyirsiniz ki, mənim üçün çıxadım, verin ona. Bu mutluluqdur. Mutluluğun istədim anlamın, düşün, dostlar, bunu xoşbəxtlik ki, deyiblər şeydə, fəlsəfə deyiblər ki, biz insanlara xoşbəxtlik axtarırıq. Axı, sən insanlara xoşbəxtlik axtara bilməzsən ki. Hər insanın xoşbəxtliyi özünə və onun çox yaxın ətrafında olanlara, dövrəsində olanlara bağlıdır. Onun istəyinə bağlıdır. İstəyinə yetişə bilir ya yetişməyə bilmir, ona bağlıdır. Məsələn, bir nəfəri pulsuzdur, birdən bunun bahdən hesabında deyərlər ki, bir dənə caizə çıxmışsan, məsələn. O caizə bunun bir dünya ehtiyacları ki var idi, qalmışdı, onu aradan apar. Bu mutlu olur. Sevincək olur. Çünki bir dünya işləri eləyə bildi, yerinə qoysun. Mən bu Kanadada çox gördüm, bu Kanadada çox rəsmidir. Dükanların bir çoxunda bir dənə böyük boşluq qoyublar, şeydən, qutudan ya dəmirdən ya təxtədən bir boşluğa kimi bir şey qoyublar ora. Qardon falan qoyublar ora. Üstünə yazıblar ki, bu gedəcəkdir ehtiyacı olan cəmiyyətlərə.
Burada deyirlər food bank. Yemək bankı. Nədir? Məsələn, bir dana xanım, ağa, 4-5 nəfər yığışıblar, deyirlər gəlin biz belə bir yer düzəldək. Bu məntəqədə o adamlar ki, təsadüf ediblər, işə gedə bilirlər, ac qala bilərlər. O adamlar ki, işləyənmirlər, pulları az olur, dövlət uşaqlarına pul verir, amma yetişmir, ac qala bilərlər. Bahalıqdır, insanların gücləri çatmaz, ac qala bilərlər. Gəlin biz burada bir iş görək. Bir yer yaradaq, bu məhəlliyə deyək ki, internetdə, zıtda da qoyaq, dövlətə deyək ki, biz burada bir yer yaratmışıq. Biz özümüz pul qoyacaq, burada qəza, yemək, libas, pulansat alıb qoyacaq bura. Hər kəsin ehtiyacı var, göndərin gəlsin bura. Dükanlara da deyəcək ki, sizin izafə qalan bir şey istəyirsə atasız eşiyə, onu atmayın. Qoyun burada qutuya, axşamdan axşama ya 2 gündən bir biz gələcəyik buradan yığaq bunları aparaq ora, verək ehtiyacı olanlara. Buna deyirlər food bank. İndi görürsünüz ki, hər məğazada bir dənə qoyublar. Bir dənə Kanadalı gəlir, getir məsələn özünə bir dənə farsça pulopəz deyirlər da, bir dənə bərqi yemək bişirmək qablama alacaqdır. Bərqi qablama, elektrik qablama. Görürsən 2 dənə alıbdır. Özünə biraz düyü alacaq. Məsələn 10 kilo, 5 kilo. Burada 4 kilo yarım da çıxıl işçilər. 10 pond deyirlər. Cirvənkə hesabıdır. Bizdə cirvənkə deyirlər ponda. Bu düyüdən 2 dənə alır. Biraz məsələn makaron alır özünə. 2 dənə makaron alır. Gətirir, pulun verir. Sonra gəlir orada durur, bunları qoyur orada qutuya, çıxır gedir. Mənə deyir, mənim işim yoxdur, mənim axtarıb tapa bilmərəm. Bir də bilmirəm, bəlkə birinin yoxdur, amma o qəd qüruru var ki, mən onu aparıb bunu versəm ona, mənə deyirsən, mənə tohin edirsən, mənə qururum var. Amma o mərkəz ya özü aparacaq, verəcək, ya da gedəcək oradan alacaq. Heç kəs görməyəcək ki, bu neynədir, neynəmədir. Mən bilməyəcəm, qonşumun muhtacı var, ehtiyacı var. O mərkəz biləcək ki, onlar da üstün örtəcəklər. Heç kəs onlardan bilməyəcək dövlətdən sonra. Yəni, onlar xiyabanda da görəndə birini tanısalar belə, xiyabanda görəndə səlam verməyəcəklər ki, biri soruşa, sən buna niyə səlam verdin? Çünki bu gəlir bizdən çörək alır deyə deməzlər. Diqqət buyursun, çox insaniyyət bu batı ölkələrin bəzilərində bəzi adamlarda, demirəm hamıda, bəzilərində də silah düzəltmək gedib qabağa. Silah düzəldirik, nədən ötürü? Adam öldürməkdən ötürü. Silahı düzəltmirlər ki, gedələr bir dənə uşağı mat eləyərlər. Silahı düzəldirlər ki, gedələr salarlar, uşaq ölə. Böyük də ölə, fərq eləməz. Böyüyün borcunu verməyə silahı düzəltmirlər ki, bunun borcu yoxdur, evi yoxdur, buna gedək bir ev tikək, borcunu verək. Silahı buna düzəltmirlər, bunun evini dağıdaq. Bunu da elə Batıda düzəldirlər. Amma bu tərəfdən də bu insanlıq da çıxır ortaya, demokrasi də çıxır ortaya, hüquq-i bəşər də çıxır ortaya. Yəni, insan topluluğu belə bir şeydir. İkisində yaşır. Təzadlı yaşır. Təzadlı yaşır. Mutluluqları asla təhdid altında olmayan ana yurtdakı yurtdaşlarıyla qiyaslaşdığında, deyir ki, o ana yurdunda, sümürgənin mərkəzində, İran, Farslarda, onların mutluluqların heç zat təhdid etməz, təhdid altında olmayan ana yurtlarındakı vətəndaşları, yurtdaşlar, vətəndaşlar. Deyir, bunlarla özününkün müqayisə eləyəndə ki, gəlibdir Təbrizə, Ərdəbilə, fulana, ya dövlətə işləyir, ya Farsların, deyək ki, filan mədəndə işləyirlər, Farslara, süngündə, yahancısında. Deyir, bundan qiyaslananda, bundan dib-dibə qoyanda, baxanda, ya çin-çinə qoyub baxanda, kökünə nələri borclu olduğunu bilir. Deyir, öz kökünə, yəni orasına, vətəninə, nələri borclu olduğunu bilir. Nə var ki, onun sədaqəti soyuddur. Deyir, nə var ki, onun möhkəm bir sədaqəti var vətəninə, millətinə. Soyud həm möhkəm, həm də çox belə xudasə, amma dedim, məsələn, buna farsda əfşorə deyirlər, işlətmirlər çox. Amma yəni,
bilmirəm nədir türkcə deyim, elə soyutdur. Soyut, yəni çox möhkəm, az görünən amma möhkəm. Bizzat yüklüyü bunu doğrulur. Deyir ki, bizzat, yəni şəxsən yüklüyü bunu həml eləməsi, aparması, bu ehsası, bu duyğunu o vətənə görə deyir ki, onu neyinir? Bunu doğrulur. Bunu doğru edir, doğru göstərir ki, o danışdıqları, yaşadığı o sumutu göstərir, bu doğrudur. Hər şeyi beceriklilik və seçim komplolarıyla kazanması gereken ana yurttaşlarının günlük yaşamındaki tüm ıvır zıvırla kirlenmiştir. Diyor ki, her şey beceriklilik, başarıqlıq. Biz başarı deyirik, beceri də deyirik əlbəttə. Başarıqlı deyir, hər şey beceriklik, başarıqlı və seçim. Seçim intixab. Seçim komplolarıyla. Komplo totəədir dostlar. Latincədir bu, gəlib girib türkçəyə. Bilmirəm ki, bunun türkçəsi nə mənədir. Komplolarıyla, yəni teorihay totəə. Totəələrlə kazanması, totəə ilə kazanması gereken ana yurtda. Deyir, o şeylər için gerək bu becəriliği ilə, öz başarılığı ilə ana yurdunda qazanıydı, totəə eləyərək onları qazanıydı öz ana yurdunda. Ana yurtdakı yurttaşlarının günlük yaşamındakı tüm ıvır zıvırı, qıvır zıvır biz deyirik. Türkçədə, İstanbulda, Türkiyədə ıvır zıvır deyilir bəzi yerlərində. Onları deyir ki, kirləndirmişdir. Deyir ki, onları kirli eləmişdir. Biliyorsa kir, yəni çirkli, kəsafət farsça, ya bilmirəm, kəsif, fikirəm ki, bilmirəm nə türdür, amma bizdə kirlidir onun yerinə. Bir sətirdə oxuyaq əslində və bugünkü şeyimizi elə burada qoyaq qalsın. Mən hesabı yoruldum. Ana yurdu için duyduğu saf ateş onu gerçək bir yurtsever, yurdunun ən soylu özelliklerini temsil eden iyi bir elçi kılar. Deyir ki, ana yurdu için, vətən üçün o, diqqət buyurun, burada bir gözəl söz deyəcəkdir istemarçıya görə. Görün, biz onu əcəba, biz özümüz onu bir Azərbaycanlı, biz Türk olaraq bunu yaşırıq. Diqqət buyurun, bu çox önəmli bir sözdür. Ana yurdu için, ana yurduna görə duyduğu saf, hiss elədiği saf, sadə, səmimi, ərəbcəsi səmimi. Ateş yəni odlu bir hissidir. Bir hiss duyur, o da isti, sıcaq. Onu gerçək bir yurtsever edir. Deyir ki, o hissi ki, bu vətənə varıdır, ondan bir gerçək, həqiqi vətənsever çıxadır. Yurdunun ən soylu özelliklerini temsil eden, yurdunun ən əsil, soylu, yəni köklü. Soy bilirsiniz, yəni kök. Mesela mənim soyum türklükdür. Yəni köküm türklükdən gəlir. Tamam. Deyir ki, ən soylu özelliklerini, ən qədimi, ən köklü türklüğün özelliklerini, türklüğe mərbut olan, bağlı olan bir xüsusiyyatı, özellik xüsusiyyələri, viceciha farsça, özelliklerini temsil eden, onları temsil edir, yani onu nümayəndəlik edir. Nümayəndəlik eden bir elçi kılar. Deyir, bunu bir elçiyə çevirir. Elə deyir ki, öz məmləkətinin ən özelliklerini temsil eden bir elçidir. Dövlət nümayəndəsidir, millət nümayəndəsidir. Əcəba, sözüm budur. Mən elə bunu əlamət vurum ki, biz buradan qaldıq. Yarın buradan devam etməyə çalışarıq. Çünki mən bu günləri fizioterapiyə də getmişdim, yorulmuşdum. Dostlar da dedilər ki, yavaş oxursan və hər şey edirsən, ona görə çox da uzatmayın bunu, qalsın. Yarın bunu 73-cü səfənin ortalarına gəldik üstündə. Sabah bunu danışalım. Üst-üstə bir səfə danışdıq. Əcəba biz
türk olaraq Azərbaycanlı, Qəşqaylı, Qəşqay türkü, yəni Azərbaycan türkü, Türkəmən Səhra türkü, Xorasan türkü, Tehranda yaşayan, Əraşda, Simnanda, Yazda, Kaşanda, İsfahanda yaşayan türklər, Bəndər Abbasda, hər yerdə, Bəluçistanda yaşayan türklər. Bizlər öz millətimizin özəlliklərini həm yaşırıq, həm də onu çox abırlı, yüksək səviyyədə daşırıq o birisi millətlərin içinə, onu nümayəndəlik təmsil edirik. Onun misal, təmsil misal deməkdir. Misal nədir dostlar? Dedilər ki, bir ambardan bir yumruq buğda yetərdi. Niyə? Bu onun misalıdır. Təmsil edir. Bunu ələ alanda deyirsən, indi sən istəyirsən deyəsən ki, mən türkəm. Əcəba sən Tehranda, Əraşda, Simnanda, Yazdidə, Kaşanda, Bəluçistanda, Amerikada, Kanadada, Avropada, Rusiyada, İngilistanda, Fransada, hər yerdə. Əcəba sən bu türklüğün özəlliklərini elə yaşırsan ki, həm yaxşı görsədirsən, həm ona bağlısan, həm də ona baxanda insanlar sənə deyələr ki, kaş biz də türk olaydıq. Türklük nə gözəl bir şeydir. Onun üçün mən o birinci kitab ki oxuyirdim, adı nə idi? Türkçülük haqqında oxuyirdim. Orada dedim ki, türkçülük aynı insanlıqdır. Türkçülük aynı insanlıqdır. Bizim təbii ki, məsələn, pis əxlaqlarımız var. Millət olaraq məsələn, çox sadiq, tez inanarıq hamıya. Hamının sözünü düz danışırlar deyərik. Bu var. Amma əcəba türklüğün o gücün, o ağıllılığın, o brainwashdan çıxmağın, hər şeyi sual altına aparmağı, bunun o tərəfi də var, bu yanı da var, o yanı da var bu sözün, onları düşünməyi, ağa kimi güclü dolanmaq, özünə öz güvəni olmaq, millətinə güvənərək, qərraxlanan bir insanlıq ya yox. Bizim millətimizin, Azərbaycandan danışıram, Güney Azərbaycandan, İrandakı türklərdən danışıram. İrandakı türklərin dövləti yoxdur, dilləri yoxdur. Mənə tay türk oxuya bilmirlər, yaza bilmirlər. Hətta mənim yazmağım oxumağımdan yaxçıdır. Çünki yazanda təhcanını yazırsan, oxuyanda indi də xüsusən cənabızı oxuyuram, biraz zora çəkir. Amma vaqiət budur ki, əcəba biz bunları da o cür ki, gərək ola o cür yaşamırıq. Bizim milli duyğularımız mütəəssifanə brainwash olubdur. Biz öz milli duyğumuzu yaşamırıq, türklüğü yaşamırıq. Biz çoxluqda çoxumuz, %99'umuz farslığı türklük adına yaşırıq. Yəni mən bəzən o türkçü dostlarımızı görürəm ki, video çəkiblər danışırlar. Görürəm ki, bunlar bizdən çox şey danışırlar. Hətta calibdir, bizim bir familimiz getmişdi Təbrizə, oradan qeydib gəlibdi. Deyirdi ki, dostumuz tanıyıram, deyirdi ki, orada mənə deyirlər, sən niyə kətli danışırsan? Yəni, kətli danışmağın anlamı budur ki, niyə farsı yoxdur, sənin az fars danışırsan sözündə? Bu qədər brainwash olmuşuq ki, yəni bir nəfər biraz xalis türkü danışanda deyir, sən otaylısan, sən türkiyəlisən, mən türkəm, qutuldu getdi. Türkün otaylısı, butaylısı yoxdur, türkün türkiyəlisi, Azərbaycanlısı yoxdur, türkün türkəmənlisi, qəşqayisi, nə bilim, filanı yoxdur. Türk türkdür və biz türkük və biz türk dünyası ilə birik. Eyni elə, məsələn, Qəzzaqlar da bizə tay, biraz ruslu danışıblar. Bizim özümüzün içimizdə, məsələn, Binaflılarla, Əcəbşirlilərlə, nə bilim, Urmiyəllərlə, Təbrizlərlə, Ərdəbillərlə, Zəncanlılarla, Astarallarla, bunların oturub bir yerdə danışanda dillərində bir kiçik fərqlər görərik. Amma hamımızda farslaşmışıq. Üzbəklər də o cürdür, Türkəmənlər də o cürdür, nə bilim, Qırğızlar da o cürdür və o birisilər də o cürdür, Tatarlarda filanlar da o cürdür. Yəni hamımız türkük, amma hamımız həm biraz fərqimiz vardı. Məsələn, İstanbulun bəzi sözləri bizə əcib gəlir. Amma əslində neçə dənə sözləri var ki, bizdən əcibdir. Hə, elmi sözləri çoxdur və bizdən əcibdir. Çünki məsələn, biz bu kitabı oxumağa gərək dikşineri qoyaq qabağımızı oxuyaq.
Mən bir dənə məqalə yazırdım. İstəyirəm görüm onun türkçüsü nədir? İngiliscədən onu türkçəyə çevirim. İnanın 500 kəlməlik yazı yazıyacaqdım. Farsça, türkçə. 500 kəlməni türkçəsini tapmağa 11 saat vaxt qoymuşam. Nə var? İstəyirəm ki, bir mövzuları ki, öz toplumumuzda var, onu örgətmək üçün deyəm ki, məsələn, bu İstanbulda, Türkiyədə nə cür düşünülür, İngilisi dilində nə cür düşünülür, Güney Azərbaycanda və İranda yaşayan türklər bunu nə cür düşünməlidirlər, ya nə cür düşünürlər, nə cür düşünməlidirlər çoxsunda. Çünki biz, cəlibdir, mən bu iş içi görürdüm, dedim, bir 11 saat çəkibdir. Bunu baxırdım. Bir dənə məqalə yazmışam, dostlara da göndərdim, mütəəssifانə yaymadılar və oxumadılar, bəlli olur. Yəni, mühüm bir şey yazanda oxumurlar. Türkçədə yazanda əsla oxumurlar. Farsçasında oxumurlar. Yəni, onun farsçası da var heç olmasa. Suç nədir? Bunu İngiliscədə bunun özün tərif ediblər. Dikşineri məna yazmır, tərif edir. Sözcük, lüğətnamə, lüğətə çevirir. Amma o şey ki, mən deyirəm, o hər sözün anlamın tozih verir, izah edir, bu nə deməkdir. Bir dənə da misal vurur ki, bax, bu misalda bu söz belə işləndi, bu anlama gəldi. O anlamın görsədir. Və biz bunu eləməmişik. Türkiyədə Allaha 1000 mərtəbə şükür bu olubdur. Bunun üçün biz türkü dilini öyrəşməyə, Güney Azərbaycanda danışıq dilinə baş verməyəcəyik. Güney Azərbaycanda danışıq dili indi %60 türk olubdur. Fars olub, üzrsən. %60 farsdır. Hətta həlcə qorxuram, yəni %75. O halda ki, məsələn, radyo-televizyonun danışığına baxırıq, Təbrizin radyo-televizyonunun, Ərdəbilin, Urmiyənin. Görürük ki, %70 farsı danışırlar, axırda daha çoxa gəlir. Yəni, bir dənə feil görürsünüz ki, bəzən bir feil fəqət şey olubdur. Türk olubdur. Bunu görsədir ki, biz brainwash olmuşuq. Qəzzaxlar da brainwash olublar. Azərbaycan, Şimali Azərbaycan da brainwash olubdur. Rus brainwash eləyib bunları. Tatarlar da, türkəmənlər də, onlar da, bunlar da. Amma biz bundan keçməliyik. Hər halda sözü uzatdıq. Sizə can sağlığı arzulayıram. Bəlkə yarın olarıq, bəlkə olmarıq. Çünki burada tətil günlərdir. Mən də tətil günlərdə gedirəm nəvələrimi görməyə bəzən. Onun üçün bəlkə olmadıq. Sağ olun, sağ qalın, görüşmək üzrə. Amma gəlsəm əgər 2 hududunda gəlirəm. Yəni saat 2-dən 5-10 dəqiqə geçsənə da gəlirəm, burada oluram. Çox sağ olun, sağ qalın.